Mirzə Cəlil ömrünün son çağlarını olduqca yoxsul yaşayıb, hətta dünyalar qədər qiymətli olan əsərlərini yandırıb məhv eləyib. İndiyə kimi çoxları elə bilir ki, 1907-ci ildə mollaların Nikolaya şikayəti nəticəsində Molla Nəsrəddin jurnalını bağlayıblar. Bu fakt başdan ayağa yalandır. Tarixi sənədlər var. Belə ki, Türkiyə Sultanı Əbdülhəmid Rusiya İmperatoru Nikolaya yazıb ki, sənin məmləkətində Molla Nəsrəddin adlı jurnal çıxır və məni biabır eləyir. Halbuki sənin Hacı Zeynalabdin Tağıyevin Quranın 4 cildlik qızıla tutulmuş tərcüməsini mənə töhfə göndərib. Mənə qiymətli töhfə göndərməkdənsə, barəmdə biabırçı sözlər yazan Molla Nəsrəddin haqqında bir tədbir görün. Sultanın xahişi, imperatorun göstərişi, Zaqafqaziya canişininin əmri ilə jurnal bağlanıb. Bir aydan sonra Mirzə Cəlil rayon məhkəməsində sübut edib ki, onların bu fikri səhvdir. Jurnalın bağlanması üçün heç bir səbəb yoxdur və beləliklə jurnal çapını davam etdirib. Əslində o vaxt Rusiyada qanun belə idi ki, əgər bir qəzet bağlandısa, ikinci dəfə o adda çıxarmaq olmazdı. Ancaq Nikolayın vaxtında Molla Nəsrəddin jurnalı 1917-ci ilədək dəfələrlə bağlansa da öz adı ilə çap olunub.